Amerikada keçirilən prezident seçkilərinin Azərbaycana və regiona təsirləri necə olacaq? Amerikanın Səsinin müxbirləri ölkənin aparıcı siyasi partiya, gənclər təşkilatlarının rəhbərləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının liderləri, politoloqlarla qısa müsahibələr aparıb. Müsahibələrdə Amerika seçkilərinin Azərbaycanda seçki demokratiyasının, insan hüquqlarının, iqtisadi əlaqələrin inkişafına, siyasi məhbus kimi tanınan insanların həbsdən azad edilməsinə, media azadlığının artırılmasına təsirləri diqqət mərkəzindədir. Həmişə olduğu kimi seçki demokratiyası və bu həyəcan, yaşanan həyəcan, son bir neçə saat ərzində yaşanan həyəcan seçki demokratiyasının çox aydın bir ifadəsidir və şübhəsiz ki, Birləşmiş Ştatlarda keçirilən seçki sıradan olan bir seçki deyil. Bu dünya siyasətinə ciddi təsir göstərə bilən seçkidir. Amma Amerika xalqının seçimi nə olsa ona hörmətlə yanaşmaq lazımdır. Amerikadakı seçkilərin bütün dünyaya təsir olacaq, nəinki Azərbaycana. Azərbaycana daha da sıx şəkildə bu təsir olacaq. Biz əlbəttə ki, ilk növbədə onu arzuluyuruq ki, bir gün Azərbaycanda da ona nail olaq ki, belə həyəcanlı, nəticələri son saata qədər bilinməyən bir seçki keçirdək. Əsas məsələ bundan ibarətdir. Amma buradakı seçkilərdə də əlbəttə ki, biz çox istəyirik ki, Amerika xalqı elə seçim eləsin ki, dünyanın Amerikadan gözlədiyi liderliyi bundan sonra da davam etdirə bilsin. Amerika Birləşmiş Ştatları qüdrətli bir güc mərkəzi kimi bütün dünyada gedən proseslərə təsir etmək imkanlarına malik olan bir dövlətdir. Amerika hüquqi dövlətdir və orada kifayət qədər dövlət idarəçiliyin yalnız bir nəfərin dövlət başçısının iradəsindən asılı olmayaraq siyasətin müəyyənləşməsini həll etmək üçün mexanizmlər mövcuddur. Ona görə hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarında kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycan öz maraqlarına uyğun olaraq Amerika Birləşmiş Ştatları ilə münasibətlər qurmalı və öz mənafeləri naminə bu ölkə ilə əməkdaşlığı bundan sonra da davam etdirməlidir. Sadəcə Amerikada keçirilən bu seçkilər əvvəlki seçkilərdən bir qədər fərqləndi. Xüsusilə Donald Trump'ın bəzi gözlənilməz açıqlamaları, dini, irqi məsələlərlə bağlı dini ayrı seçkilik, milli ayrı seçkilik yaradan bəzi açıqlamaları təkcə Amerika Birləşmiş Ştatlarında yox, bütün dünyada, o cümlədən Azərbaycanda narahatçılıq doğurdu. Ancaq ümid edirəm ki, əgər o prezident seçilsə, prezident seçildikdən sonra seçki qabağı kampaniya dövründə apardığı təbliğata korrektə edəcək və mövqeyində müəyyən pozitiv dəyişikliklər olacaq. Bu seçkilərin nəticəsində əslində Amerikada kim seçilsin, onun Amerika dövləti üçün elə bir təsiri olmaz. Amerika ciddi dövlətdir. Amma təbii bizim kimi dövlətlərə təsir ola bilər. Mən yeni seçilən prezidentdən Azərbaycanda bütün siyasi məhbusların azadlığa buraxılmasını və media azadlığını təmin etməsini gözləyirəm. Yəni, belə sahələrdə ciddi addımlar atmaq olar. Çünki Amerika dövləti qurucu prezidentlərin də iradəsinə uyğun olaraq media azadlığına həmişə ciddi hörmətlə yanaşan dövlətdir. Hər bir halda Azərbaycan Amerika Birləşmiş Ştatlarından əlaqələrini həmişə yüksək səviyyədə təşkil olunub. Böyük bir dövlətdir və bizim milli maraqlarımız hər bir dövlətlə münasibətləri yüksək səviyyədə təşkil etmək, xüsusilə də Amerika Birləşmiş Ştatlarından, ona görə ki, dünyanın ən aparıcı ölkələrindən biridir. Siz özünüz görürsünüz hansı proseslər gedir Amerikada və əminəm ki, fərqi yoxdur hansı prezident, hansı şəxs, hansı namizəd prezident olacaq, Azərbaycan üçün münasibətlərin təşkil olunması yüksək səviyyədə çox vacib bir məsələdir. Amerika prezidenti kim seçilsin, Amerikanın siyasətində köklü dəyişiklik olmayacaq. Əgər Trump seçiləcəksə, ilk vaxtlarda Rusiya ilə münasibətləri bir qədər yumşaltmağa cəhd olacaq. Necə ki, zamanında Obama, Hillary Clinton cütlüyü də buna cəhd göstərmişdi. Rusiya ilə münasibətləri yenidən qurmaq simvollarından istifadə eləmişdilər. İndi də o cür cəhd olacaq. Ancaq bir şey alınmayacaq, çünki Rusiya bugünkü Putin rejiminin idarəçiliyində çağdaş dünyanın qaydalarını qəbul eləmir, əksinə dissonans yaradır, problemlər yaradır. Ona görə uzağı 1-2 ilə
hətta Trump seçiləcəyi təqdirdə də Amerika administrasiyası, Vaşinqton administrasiyası ənənəvi siyasətə qayıdacaq. Və Amerika Birləşmiş Ştatlarının Azərbaycanla əlaqədar siyasəti təəssüflə qeyd etməliyəm ki, bütün postsovet məkanı kimi Azərbaycanla da bağlı Vaşinqtonun siyasəti Rusiya üzərində qurulur, Rusiya siyasəti kontekstində qurulur. Ona görə də ilk vaxtlarda Putin rejimi ilə anlaşma cəhdləri olduğu məqamlarda Azərbaycandakı hakimiyyətlə də Trump əgər qalib gələcəksə yumşalma tendensiyalar ola bilər. Ancaq bu müvəqqəti olacaq, 1 ilə uzağı 2 ilə yenidən ənənəvi siyasətə dönəcəklər. Azərbaycan demokratik qüvvələrinə gəldikdə isə biz Müsavat Partiyası olaraq bütövlükdə demokratik camiyə birmənalı şəkildə əminik ki, Azərbaycandakı dəyişikliklər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının iradəsi ilə baş verməlidir və baş verəcək. Clinton daha əvvəl Xarici İşlər Naziri olduğu müddət ərzində regionda, xüsusən postsovet ölkələrində demokratik qüvvələri dəstəkləmə, vətəndaş cəmiyyətini dəstəkləmə məsələlərində olduqca aktiv mövqe sərgiləyib ortaya qoymuşdu və böyük ehtimalla da əgər seçilsə, xarici siyasətinə bu prioritetləri yenə davam elətdirəcəkdir. Trumpa gəldikdə isə o daha çox biraz biznes maraqlarını qoruyacağını nəzərə alaraq eyni mövqeyini sərgiləməyəcəyini düşünməyə əsas verir. Yəni belə demək olar ki, ümumiyyətlə vətəndaş cəmiyyəti və demokratik məsələlərin qabardılmasında Clinton Trumpdan daha qabağa düşəcəkdir. İran məsələsində isə hər iki partiyanın namizədlərinin siyasət təxminən eyni olacaqdır. Çünki həm respublikaçılar ümumiyyətlə İran əleyhinə kifayət qədər ciddi mövqe tuturlar, həm də demokratlar bu məsələdə vermirlər, yəni qarşılıq vermirlər. Amma Rusiya məsələsində və postsovet məkanda Trump və yaxud Clinton təsirlər fərqli olacaq, daha əvvəl qeyd etdiyim kimi. Hər ehtimala qarşı biz ümid eləyirik ki, Amerikanın bir dövlət maraqları və dövlət strategiyası da var. Prezidentin kimin olmasından asılı olmayaraq, bütün dünyada, o cümlədən regionumuzda insan haqları ilə bağlı, demokratiya ilə bağlı, azadlıqların genişləndirilməsi ilə bağlı addımlar atılacaq. O cümlədən ölkələrin öhdəliklərinin yerinə yetirilməsi, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və nəhayət İlqar Məmmədov və digər siyasi məhbusların azadlığı üçün müəyyən addımların olacağından, prezidentin kimin olmasından asılı olmayaraq müəyyən addımların olacağını gözləyirik əslində. Yəni, təbii ki, təsirləri olacaq. İndi durum belədir ki, Clinton elə siyasətçidir ki, onun təxminən yuxarı aşağı hansı siyasət yürüdəcəyini proqnozlaşdırmaq mümkündür. Trump qalib gəlsə, Trumpın hansı siyasət yürüdəcəyini proqnozlaşdırmaq çətindir. Təbii ki, Trumpın, belə deyim, Putini müdafiə edəcək bəzi çıxışları olduğuna görə bundan açıq şəkildə mən şəxsən narahatam. Tapdıq Fərhadoğlu, Pərvanə Bayramova, Bakıdan Amerikanın səsi üçün.